Əl-Qariyə, ürəkləri dəhşətə salan Qiyamət surəsi Məkkədə nazil olmuşdur. 11 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Əl-Qari'ə, Qulaqları və ürəkləri döyəcləyən və Allah düşmənlərini əzən o dəhşətli hadisə. Məl-Qari'ə, Nədir o döyəcləyən və əzən dəhşətli hadisə? və mə ədrakə məl-Qari'ə. Və sən nə bilirsən ki, o döyəcləyən dəhşətli hadisə nədir? O hadisə Qiyamətin qopmasıdır. Yəvmə yəkunun-nəsu kəl-fərâşil-məbthûf. O gün insanlar kəpənək kimi ətrafa səpələnər. Və təkunul-cibəlu kəl-'ihnil-mənfuş. Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır. فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ. Amma ölçülmüş əməlləri ağır və dəyərli gələn, əqidə və əməlləri gözəl olan kəs فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ. razı qalacağı, xoş bir güzəran içində olacaqdır. وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ. Amma ölçülmüş əməlləri yüngül və dəyərsiz gələn, əqidə və əməlləri fəsadlı olan kəsin isə فَأُمُّهُ هَاوِيَةٌ. məskəni və pənah yeri haviyə olacaqdır. وَمَا أَدْرَاكَ مَا هِيَهْ. Sən nə bilirsən ki, haviyə nədir? نَارٌ حَامِيَةٌ. Olduqca qaynar və yandırıcı bir oddur.